إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن نبينا محمد وعلى آله وأصحابه أجمعين يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. Aziz ve möhtərəm qardaşlar, özümə və sizə uca olan Allahdan ona yaraşar şəkildə qorxmağı tövsiyə edirəm. Möhtərəm qardaşlar, Allah Azza və Cəllənin bir insana verdiyi ən böyük nemətlərdən biri, bir insanın həyatında salih və sadiq dostu və yaxud da qardaşı olmasıdır. O dost ki, sən unudanda sənə Allahı xatırladır. O dost ki, sən zəifləyəndə sənə yardım eləyir. O dost ki, sən qəflətə düşdükdə səni oyadır. O dost ki, bildiyi cənnətə aparan bütün yollara səni təşviq eləyir. Allah Azza və Cəllə Quran-ı Kərimdə dostlar haqqında buyurmuşdur. Əl-əxilləu yevməizin ba'duhum li ba'din aduvun illəl muttaqin. Ahirət günü dostlar bir-birlərinə dost deyənlərin hamısı bir-birləri ilə düşmən olacaq. Sadəcə Allahdan qorxaraq bir araya gələn dostlar istisna. Aziz və möhtərəm qardaşlar, dost vəsilədir. Səni ən uca mərtəbəyə qalxman üçün. Həmçinin dost vəsilədir, səni dünyanın ən aşağı təbəqəsinə sürükləmək üçün. Peyğəmbər sallallahu aleyhi və səlləm İmam Əbu Davudun və Tirmizinin rivayət etdiyi sahih hədisində buyurur: "El-mar'u ala dini xalilihi felyanzur ahadakum men yukhalil." Kişi dostunun dinində olar, sizdən biriniz baxsın kiminlə dostluq eləyir. Nə qədər qardaşlar, doğru, dürüst ailədən çıxmış qadınlar və kişilər var ki, onların fəsada uğramasının, içkiyə düçar olmasının, əxlaqsızlığa düçar olmasının, qumara və pis alışqanlıqlara düşmələrinin səbəbi həyatlarında oturub durmaq üçün, dostluq etmək üçün seçdikləri dostları və qardaşları və sirdaşları olmuşdur. Bunu mömin əsla və əsla küçümsəməməlidir. Əziz və möhtərəm qardaşlar, Əbu Bəkr radiyallahu anhu buyurur ki, insanların ən xeyirlisi səni Allaha itaətə yönəldəndir. Ömər radiyallahu anhu ümmətin ikinci xəlifəsi buyurur ki, yaxşı dostlar dünyanın ən böyük qazancıdır. O, rahat günlərində sənin üçün bir gözəllik, dar günlərində isə bir azüqədir. Osman radiyallahu anhu buyurur ki, əgər mən bir seçim arasında qalsaydım, dünya və içində olanlar və yaxud da salih dost, mən təbii ki, salih dostu seçərdim. Abdullah ibn Məsud radiyallahu anhu buyurur ki, kişiləri oturub durduğu, dostluq elədiyi adamlarla tanıyın. Hər kəs sonunda sevdiyi və hörmət etdiyi insanlarla oturub durur. Həsənül Basri rahiməhullah isə pis dostlardan çəkinərək belə xatırladır ki, möhtərəm qardaşlar, pis dost insanı yeri gələndə bir tikəyə satan dostdur. Əziz və möhtərəm qardaşlar, biz təbii haldır ki, bu dünyada yaşayarkən insanlarla bərabər yaşamağa məhkumuq. İnsanlarla bərabər olmaq qaçınılmaz bir həyat tərzindən, sistemindən biridir. Madəm ki, biz insanlarla bir arada yaşamaq məcburiyyətində, toplumla bir arada olmaq məcburiyyətində qalırıq, ən azından həyatda oturub durduğumuz, sirmizi açdığımız, dostluq elədiyimiz insanları yaxşı insanlardan seçməyə çalışmalıyıq. Unutmayın, İslamın xəlifələrindən Osman radiyallahu anhunun sözü, bu zikr etdiyim sözlərin içində böyük əhəmmiyyət kəsb eləyir. Dünya və içindəkilərini və yaxud da salih dostu ikisindən birini seçilmək ixtiyarı mənə verilsəydi, salih dostu seçərdim.
Çünkü salih dost senin için bu dünyada nimettir. Elinden tutur, seni cennete aparan yollara aparır. Ve cehenneme aparan bütün yollardan seni hikmetle, güzel ahlakla ve elimiyle seni çekindirir. Bu dünyadayken bile salih bir dostun ne kadar değerli ve kıymetli olduğunu sana hatırlatan en büyük emellerden, en büyük sebeplerden biridir. Bakın salih dost muhterem kardeşler, nəinki sadece dünyada sana güzellikleri emreliyir, seni Allah'ı tanıdır, seni Allah'ın qadağanlarından çekindirir, seni cennete giden yolları gösterir. Ahirette böyle salih dost, doğru hayatında olan insan seni terk eləmir. Bakın bu dünyada ekser insanlar öz istediklerini senden aldıktan sonra seni bir yolla terk eləyirlər. Ekser insanlar hansılar ki seninle bir arada olmak məqsədinin arkasında dünyavi menfaatler veya da karakter uyuşması olur. İstediklerini aldıktan sonra seni tanımaz bir vəziyyətə gəlirlər. Ama müminler böyle değil. Müminler hatta cennete girdikten sonra bile Müslüman ve mümin kardeşlerini unutmurlar. Sahih şefaat hadisinde bakın Peygamber sallallahu aleyhi ve sellem ne buyurur? Kıyamet günü cehennem ehli cehenneme gidecek, cennet ehli cennete gidecek. Herkes öz yerini tuttuktan sonra müminler böyle diyecekler. Rabbena, ihvanuna, ey Rabbimiz, kardeşlerimiz, kanu yusalluna ma'ana ve yasumuna ma'ana ve ya'maluna ma'ana adkhaltahumun nar. Ey Rabbimiz, kardeşlerimiz, bizimle oruç tutarlardı, bizimle namaz kılarlardı, bizimle hayırhah işlerle beraber olardı. Ama sen onları cehenneme dahil etmişsen. Uca Allah onu diyen mümin bendelerine diyecektir. Gidin o dediğiniz vasfı taşıyan, tanıdığınız kardeşlerinizin kolundan tutun, özünüzle cennete dahil eləyin. Sevinçle cennete girmiş o müminler, cehennemde günahları sebebiyle yanan kardeşlerinin elinden tutup cennete dahil eləyəcəklər. Bunu gören cehennem ehli ise Allah Azze ve Celle onların sözünü belə vəsf eləyir. Cehennem ehli ise bunu belə deyəcəklər. فَمَا لَنَا مِنْ شَافِعِينَ وَلَا صَدِيقٍ حَمِيمٍ. Bəs bu iman əhlinin qolundan tutup, onlarla beraber iman üzere kardeş olanları ellerinden tutup cehennemden cennete götürdüler. Bizim ise şefaat verenlerimiz yoktur mu? Axı bizim ise dünyada bize dost diyenlerimiz yoktur mu? Allah Azze ve Celle onları susturacak. Onların bu dünyada asilik üzere olan dostlarının hiçbiri yanında olmadığını gösterecek. Bunu gören küfür ehli Kur'an-ı Kerim'de, şirk ehli, cehennemde yananlar, cehennemden çıkmak nasip olmayanlar özlerini gınayarak bu sözleri diyecekler. Ya veylete leyteni lem ettehiz fulanen halila. Laqad adallani ani zikri ba'de izca'ani. Allah onların böyle dediğini hatırladır muhterem kardeşler, diyecekler ki vay olsun bize, vay bizim halımıza ki hak bize geldikten sonra, vay olsun bizim halımıza ki fılanı biz bu dünyada özümüze dost tuttuk. O zaman ki biz aslında doğru insanların dost tutacağımızı bildiğimiz halde onlardan üst çevirdik. Aziz ve muhterem kardeşler, hayatta yaşayarken böyle diyen insanları araq, çakır süfrelerinde çok görersiniz. Ben senin için özümü öldürərəm. Sen benim en sadık dostumsan. Dostlar böyle olmalıdır, dostlar ile olmalıdır. İstekan ve süfre, menfaat ve pul etrafında, her hansı bir xeyr etrafında birbirlerine hürmetle yanaşanları eğer tanımak istəyirsinizsə, ikisinden biri dünyasını değişende onların halına bak. Ne kadar böyle insanlar olmuştur ki, öldükten sonra canımı senin yolunda feda eləyərəm diyenler, hatta onların qəbrinin üstə bir defa olsun böyle getməyiblər. Onları en süratli şekilde unutup, sonra daha başkalarıyla eğlenmek için veya da menfaatinden istifade etmek için başkalarını aktarmıştılar. Çalışın ahirette sizi lənətleyen, ahirette sizden üst çeviren, elinizden tutup şefaat verip cennete aparmağa vesile olmayan insanları bu dünyada gece olmadan hayatınızdan çıkardın. Aksi takdirde hem dünyada onlar sizin için peşmançılık olacak,
həm də axirətdə peşmançılığın fayda verməyən bir gün həm düşməniniz, həm də peşmançılıq məsləhətiniz olacaq. Bu dünya hər kəs üçün çox qısadır, əvəz olunmazdır. Keçirdiyimiz heç bir saniyəni geri qaytarmaq imkanımız yoxdur. Allah verən ömür bizdəykən yanlışlarımızı düzəltmək, bizi cənnətə girməyimizə vəsilə olan, cəhənnəmdən uzaqlaşdıran dostlarımızdan möhkəm yapışmamız gərəkməkdə olduğunu bilməmiz lazımdır. Uca Allahdan gözəl adları ilə, uca sifətləri ilə diləyirəm ki, həyatımızda bizim cənnətə girməmizə vəsilə olan dostlar nəsib eyləsin. Cəhənnəmə girməmizə vəsilə olan bütün insanlardan, hamısından Allah Teala uzaq eyləsin. Gözəl bir söz var. Əs-sahibu sahibun. Oturub durduğun adam çəkicidir. Dost gördüyün adam çəkicidir. O səni ya cənnətə çəkəcək, ya da cəhənnəmə. Nə qədər qardaşlar, təqvalı, imanlı insanlar olub, oturub durduqları insanlar bunları azdırıblar. Bunları şəhvətə qərq eliblər. Bunları şübhəyə qərq eliblər. Onları haqq yoldan yayındırıblar. Onlara nəyişə çəkmək, içki içmək, zina etmək, fahişəlik etmək, oğurluq etmək, pisliklərin içində üzməyi öyrədiblər. Nə qədər insanlar var ki, gözəl ailələrdən çıxmağına rağmen oturub durduqları insanlar bunların dünyasını və axirətini zayi eliblər. Çalışın bu şeydə oyanıq olun. Allah verən ömrü xeyrinizə dəyərləndirin. Bəlkə də sabah bunu dəyişdirmək istəsən, bir də sənə bu həyatda fürsət verilməyə bilər. Uca Allah cümləmizi xeyirli bəndələrindən eyləsin. Və aqulu ma təsma'un və əstəğfirullahil-azimə li və ləkum və lisa'ilil muslimin min kulli zəmb fəstəğfiruhu innəhu huvəl-ğafurur rahim.